yazdırırlar. Bununla da balaca qızın böyük istedadı ortaya çıxır. Balaca kiçik İtalyan əsəri verdik, səsini yoxlamaqdan ötürü. Və ilk dəfə ona deyəndə ki, bir dənə gözəl bir mahnı ifa elə, o deməli ilk yadımdan çıxmaz zalda ata mahnısını oxudu və bütün zal hamı ağladı. Yəni Yağmurun səsindən. Yəni Yağmurun gəlişi də, necə deyərlər, indiki oxumağa da yəni həmişə maraq doğurubdur. Amma bu maraq da boşuna yaranmayıb, onu buna həvəsləndirənlər olub. Sinif yoldaşlarım, onlar da mənə dəstək olurlar səsimlə bağlı. Bəzən sinif rəhbərimiz, məsəl üçün, yəni bilir ki, yaxşı səsim var, çıxardır, məni lövhənin qabağında oxudur. Yəni, sinif yoldaşlarım da yəni, bunu dəstəkləyirlər. Məsəl üçün, elə vaxt olub ki, bəzən çəkinirdim çıxıb yəni, oxumağa. Amma sinif yoldaşlarım deyir ki, dur oxu, sənin səsindən yəni, xoşumuz gəlir, çox gözəl səsin var. Yağmurun musiqiyə həvəsi bununla da bitmir. Deyir, bugün anasının bir vaxtlar yarım qalan xəyallarını həyata keçirir. Uşaqların gələcəyinin qabağının qarşısını almasınlar da, yəni hansı bir övladın ürəyində arzusu, istəyi, hansı bir sənət, nə bilim peşə, bəzi valideynlər o uşaqların qarşısını alır, kəsir, yəni qoymur. Yəni inkişaf eləsin, uşaq öz bildiyini ürəyində qalır da, necə ki arzu qalıb vaxtı ilə. Məncə dəstək olmaq lazım. O gedir, biz də arxasıycan. O hara getdi, biz də ora. Uşaq Avroviziya 2025 mahnı müsabiqəsində təmsilçi ilə yanaşı maraq doğuran məqamlardan biri də mahnı seçimidir. İlk sualımız oldu ki, necə bir mahnı oxumaq istəyərdin? Sənin üçün mahnı yazılsaydı, necə bir mahnı istəyərdin? O da dedi ki, nə bilim, K-pop üslubundan müasir, çılğın bir mahnı istəyərdim. Biz də düşünürük ki, bizə gələn müraciətlərin arasında o tərz mahnılar var. Ona görə də artıq onların içindən artıq seçim edəcəyik. Amma əgər kiminsə əlində yaxşı mahnılar, həqiqətən də gözəl material varsa, onları da gözləyirik, göndərsinlər. Əlbəttə, həmişə şans var və yəni, müraciət nə qədər çox olarsa, bir o qədər də bizim üçün daha yaxşı. Əslində İBÜ tərəfindən qoyulan bir deadline var. 31 oktyabrdır, üzr istəyirəm. Əlbəttə ki, daha əvvəl hər şeyi seçməliyik, çəkməliyik filan. Məncə oktyabrın ortası. Ortası məncə də. Qeyd edək ki, Uşaq Avroviziya 2025 seçiminin ilk mərhələsində 60-dan çox müraciət arasından 15 iştirakçı seçilib və canlı dinləmələrə dəvət olunub. Daha sonra münsiflərin qərarına əsasən Yağmur ölkəmizi yarışda təmsil etmək hüququ qazanıb. Gözləyirəm ki, qalib olacağım Eurovision'da və Eurovision'da yəni, öz ölkəmi təmsil etmək mənim üçün yəni, qürur verici bir hissdir. Yəni, şəxsən özümlə hal-hazırda fəxr edirəm ki, yəni, mən çıxıb Eurovision'da öz ölkəmi təmsil edəcəm və özümə də güvənirəm, inanıram ki, yəni, yer tutacam. Balaca istedadın qalib gəlmək ümidi ilə Səbinə Şükürova, Anar Ağazadə, Emin Fərzəliyev, Fərid Cəfərov, İTV Xəbər.